Yan gələn ilhama çıraqsız canım, sal yola ilhamı varaqsız canım. Mən nə bilirdim ki, siyasət nədir, çaşdı sınaqlarda sınaqsız canım. 13 oktyabrda şair Tofiq Həsənlinin oğurlanması xəbəri yayıldı. 5 gün sonra qohumları onun sorağını Bakı İstintaq Təcridxanasından aldılar. Şair qanunsuz olaraq küllü miqdarda narkotik satmaqda ittiham olunur. Amma şairin qardaşı bu ittihamı qəbul etmir. Qabaqlar laf indi cavanlıqda hamının bir cür səhvi var. Cavan vaxtı azdan çoxdan olub. Yəni cavan vaxtı olub. Amma sonra ki Kərbalaya zada girmişdi, gəlmişdi. Vallahi yox idi. İnanmıram ki o narkotik eləsin. Çünki o belə bir xasiyyəti var ki, dedi ki bunu eləyirəm, eləyəcək. İstir belə dünya dağla, dedi eləyəcəm, eləyəcək. Dedi eləməyəcəm, eləməyəcək. 45 yaşlı şair Tofiq Həsənli Lənkəranda yaşayıb. O dükanda satıcılıq edirmiş. Şairin anası Zərifə Cəlalova oğlunun saxlanıldığı gün dükandan çıxmağa hazırlaşdığını deyir. O dükanı bağlayıb çıxmaq istəyəndə içəri narkotik istifadəçisi olan şəxs girib. Ananın sözlərinə görə oğlu həmin şəxsi küçəyə çıxarıb dükanı bağlayıb. Bazarın qarşısına gələndə isə bir neçə nəfər şairi saxlayıb Lənkəran rayon polis şöbəsinə aparıb. Onlar deyiblər ki, dükana baxış keçirməliyik. Ana bildirir ki, dükanın sahibi qadın olduğundan bu məsələdə adı hallanmasın, get-gələ düşməsin deyə oğlu narkotik maddə mənimdir deyib. Uşaq gedib dükana atır. Dükkanı atanda gəlir, bu da kasanın üstündə qoyulur. Mən o qurban, mən deyirəm, mən bir arvam arvadam. Oğurluq şeyi, o mundar şeyi, o cəmahatı zəhərləyən şeyi. Uşaq qoyar kasanın üstündə, onu yerə qurtarda. Belə deyir, adamın ağlı var. Şair anası ilə bircə yaşayırmış. Zərifə Cəlalova deyir ki, oğlu onun qulluğunda dayanıb. O həbs olunandan evində rahatlıq tapmır. Ananın tez-tez video müraciətləri yayılır. O oğlunun yazdığı satirik şeirlərə görə həbs edildiyini bildirir. Nananay bu seskilərdə, ninanay bu seskilərdə. Kişi möcüzə budur bu, nə haram halal yeşikdən. Düşəcək Bilal yeşiyə, çıxacaq Hilal yeşikdən. Düşüb oynasır ki, gəlməz bizə bir zaval yeşikdən. Bu demokratik havanı nə danay bu seskilərdə, nananay bu seskilərdə, ninanay bu seskilərdə. Şeyini boynuna koya bilmirlər, dinlətən şeyindir də, yazır. Şeyinlə bunu tuta bilmirlər. Bunu mirası qoyurlar uşağımın boynuna. Şeyin yazır, aslında şeyin yazır. Belə onları tənqid edir, belə əzab edir, əlindən gəlir. Gördüyün yazır, bildiyin yazır. Niyə pambıqdan başlasında, niyə bu cəmahatı küçükünə qoyurlar? Turmada yer yoxdur, turma bezraz neydir? Cavanları, əzab bir şey olur, narkoman diye attı. Bir şey olur, dinle atın, tuttu. Belə olmaz axı, haq var, kitab var. Tofiq Həsənli həftədə bir dəfə zəng edib ailə üzvləri ilə danışır. Onlar da imkanlaşdırıb hər həftə ona ərzaq, geyim aparırlar. Şair zəng edərkən vəkilə ehtiyacının olduğunu deyib. Vəkil istəyir, vəkil. Biraz maddi cəhət zəif olduğu üçün qalmışam, gözləyirəm. Bir vəkil vardı, danışmışam onunla, indi görəydi, nə bilim. Vəkil istəyir. Amma belə produktu, köməklik eləyirlər. Uşaqlar Lənkəranda da anama köməklik eləyirlər. Anam onunla qalırdı, neçə vaxtı onunla idi. Anamın bütün qulluğunu o görürdü. Qoymurdu, anam da heç kimi qoymurdu. Elə anamın qulluğunu tuturdu. Anam onu indi vapşı qala bilmir, darıxır olsun. Şair bir neçə ay öncə yazdığı şeirlərdə də həbs olunacağını vurğulayırdı. Düzgünlüyü çox sevir. Atası da səhv olsaydı, Allah rəhmət eləsin ölümlərinizi, atam rəhmətə gedib. Atası da səhv sözdürsə, promo yüzünə deyəcək, baxmayacaq. Belə xasiyyəti var, promo uşağıdır, sözü düz deyən uşağıdır. Amma ki, belə də düz deyən adamın həmişə yeri yoxdur, məlum məsələdir. Cəmaət qarşısında da harda oldu, düzü kim deyir, zamanəmiz belədir. Məhkum edin Tofiqə haqsız yerə. Haqqın olub qurbanı haqsız canım.